Salam dəyərli izləyicilər, növbət bir mənzilə hamınızı salamlayıram. Yeni Yasamalın düz mərkəzində kubcalı, əşyalı bir mənzili sizlərə təqdim edəcəm. Mənzildə demək olar ki, çox da yaşayış olmayıb, ev sahibi özü üçün təmir edib, hal-hazırda xaricdə yaşayır və bu mənzili satmaq qərarına gəlib. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bravo Market və McDonald's-un tam qarşısında super təmirli, kubcalı, 3 otaqlı bir mənzili sizlərə təqdim edəcəm. Burada mənzilimizin giriş qapısı yerləşir. Dəyərli izləyicilərimiz, daxil olduğumuzda sol hissədə böyük bir dərin dolab hissə yerləşir. Üst geyimlərinizi rahat yerləşdirə biləcəyiniz. Sağ hissədə isə kiçik bir dolab hissə yerləşir. Baxın, bu şəkildədir. Burada da belə bir ayaqqabı rəfləri yerləşir. Yəni ayaqqabılarınızı bura rahatlıqla yerləşdirə bilirsiniz. Giriş qapıdan daxil olduqda bu hissədə mənzilin geniş bir qonaq otağı yerləşir. Üstü divan hissə ilə düzəldilmiş, yemək masası ilə döşənmiş tam hazır bir mənzil. 18 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Binada 2 sürətli lift, yeraltı dayanacaq, geniş həyət var. İnşaatçılar metrosunda 2 dayanacaqdır. McDonald's-un tam qarşısındadır dəyərli izləyicilərimiz. Bravo Market və McDonald's-un tam qarşısında. Döşəmə isə parketdir dəyərli izləyicilərimiz. Burada mənzilin sanitar qovşağı olan hamam tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlarla da təmin olunub. Burada mənzilimizin baxın göstərir mətbəx hissəsi. İkili bir mətbəx hissəsi var. Sol hissədə də, sağ hissədə də mətbəx mebeli yığılıb. Baxın, müəyyən müddət yaşanılıb. Hal-hazırda mənzildə yaşayış yoxdur. Mənzilin mətbəxindən eyvana çıxış var. Gördüyünüz bütün əşyalar da mənzildə qalacaq dəyərli izləyicilərimiz. Burada mənzilimizin əsas yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. Yataq otağında da lazım olan əşyaların bir çoxusu mövcuddur. Baxın, bu şəkildədir yataq otağı da. Yataq otağından da eyvana çıxış var dəyərli izləyicilərimiz. 116 kvadrat ümumi sahə, qanuni 3 otaq, kubcalı bir mənzildir. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Bir dənə uşaq yataq otağının əşyaları biraz köhnədir. Qalan amma bütün əşyalar demək olar ki, yenidir dəyərli izləyicilərimiz. İndi isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. İlk öncə yerləşmə yerindən izah edim. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Günəş Petroldan Yeni Yasamala düşdünüz. Bravo Market və McDonald's var tam qarşısında. 18 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir mənzil. 116 kvadrat ümumi sahəyə malikdir. Qanuni 3 otaqdır, kubcalıdır, əşyalıdır. Alqı-satqı günü də mənzil təhvil verilir dəyərli izləyicilərimiz. Bir-iki xırda fərdi əşyalar var, onlar götürüləcək. Qalan bütün əşyalar mənzildə qalacaqdır. Dövlət ipotekasına da tam yararlı bir mənzildir əziz izləyicimiz. İnternetinə qədər var mənzilin. Qiymət 250 min manatdır, amma real alıcıya da endirim olunacaq. Açar məndədir, gəlirsiniz, baxırsınız, xoşunuz gəlsə ev sahibindən görüşdürürəm, bazarlığınızı edirsiniz dəyərli izləyicilərimiz. Mənzil haqqında bu qədər. Növbə çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.